Salam, hər vaxtınız xeyir. Bu videoda trigonometriya mövzusundan qəbula düşmüş suallara baxacağıq. Gəlin başlayaq. İlk olaraq, birinci sualda baxırıq nə var? Arcsinus kökdə 3 bölü 2. Bunu bilirik ki, sinus kökdə 3 bölü 2-ni nə vaxt alır? 60 dərəcədə. Arccosinus mənfi kökdə 3 bölü 2. Biz demişdik ki, cıvcıvlarda 180-dən çıxırıq. Getdik. 3 bölü pi vurulsun. Cıvcıdır. Yazıram 180 çıx. Pi çıxılsın. Mənfi kökdə 3 bölü 2. Pi çıxılsın, kökdə 3 bölü 2-ni harda alırdı? Pi böl 6-da, 30 dərəcədə. Üstə gəl. Sinus kökdə 3 bölü 2-ni harda alırdı? 60 dərəcədə pi böl 3-də. Tangens 1 bölü kök 3-ü nə vaxt alırdı? O da alırdı 1 bölü kök 3, yəni kök 3 bölü 3-ü 30 dərəcədə pi böl 6-da. Pi böl 6-lar gedər, qalar 3 böl pi vurulsun. Pi üstə gəl, pi böl 3. Bunları da ortaq məxrəcə gətirsək, 3 böl pi vurulsun. Məxrəc ortaq 3. Bunu vuraram 3-ə. 3 pi üstə gəl pi. Buradan 3-lər gedər. 4 pi böl pi də bizə verər 4. Cavab Y variantı. Baxaq ikinci suala. İkinci sualda tənliyin həll edin. Getdik. Nə edərəm? Dərəcəni aşağı salaram. Kvadratdır. Dərəcəni aşağı salaram. Biz də bilirik, dərəcəni aşağı salanda sinusdan kosinusa çevrilmiş olur. Deməli 2 vurulsun. Sinus kvadratın yerinə yazıram. 1 çıxılsın kosinus 2 vurulsun x bölü 2 bölü 2 bərabərdir. Kosinus 2x çıx kosinus x. 2-lər getdi. Bu 2-lər də getdi. 1 çıx kosinus x bərabərdir. Kosinus 2x çıx kosinus x. Mənfi kosinus x-lər getdi. Nə qaldı? Kosinus 2x bərabərdir 1. Kosinus 2x bərabərdir 1-ə. 2x də bərabərdir. Bir xüsusi hal idi. Deməli, nə vaxt alır? 2 pi k da. X də bərabərdir. 2 pi k bölü 2, yəni pi k cavab. Ya da pi n fərq eləmir cavab. A variantı. Keçək növbəti suala. Üçüncü sualda A-nın hansı ən böyük qiymətində funksiyasının ən kiçik müsbət dövrü pi bölü 3 olar. Deməli, bu sualda nə edirik? Y bərabərdir. Deməli, bu ifadədə dövr necə tapılırdı? T bərabərdir. T bərabərdir 2 pi böl modulda A. Buradakı A nədir? Dövrdə biz görürük axı buradan pi böl 3-ə bərabərdir. Buradakı A həmin bu x-in əmsalına deyilir. T bərabərdir 2 pi böl modulda A. 2 pi böl modulda A kvadratı çıx 30 bərabərdir pi böl 3-ə. Pi'ləri tullayaram. Bunu da çarpaz eləsəm. A kvadratı, biraz ortadan yazım. A kvadratı çıx 30 bərabərdir 2 vur 3 6-ya. A kvadratı çıx 30 bərabərdir 6-ya. A kvadratı bərabərdir 36-ya. A bərabərdir mənfi 6. A bərabərdir müsbət 6. Getdik. Bir dəfə belə həll elədik. Bir dəfə də əksi ilə. A kvadratı çıx 30 bərabərdir mənfi 6-ya. A kvadratı bərabər mənfi 6 üstə 30, yəni A kvadratı bərabərdir müsbət 24. A da bərabərdir kökdə 24 və mənfi kökdə 24. Heç bunu çevirmirəm. Onsuz bilirəm ki, funksiyanın ən kiçik müsbət dövrü pi A-nın hansı ən böyük qiymətində. Ən böyük qiymət neçə oldu? Y variantı cavab 6. Baxaq növbəti 4-cü suala. 4-cü sualda bizə nə deyir? Tənliyin parçasına daxil olan köklərinin cəminin dərəcə ölçüsünü tapın. Belə tənliklərin həllinin bir neçə yolu var. Buradan nə edərik? Baxın, kosinus kvadratı 2x bərabərdir 1. Bunun mən ən sadə yolunu birinci izah edeyim. Bərabərdir 1. Hə, kosinus kvadratı 2x bərabərdir 1. Kosinus 2x bərabər 1. Kosinus 2x bərabər mənfi 1. Kosinus 2x bərabər 1. Kosinus nəyin kvadratı bizə 1 verir? Mənfi 1-dən 1-in. Sonra bunları ayrı-ayrı həll edə bilərik. Bunun əvəzinə elə nə deyirəm? Bunu bitişdirin. Kosinus 2x-in 1 və mənfi 1 aldığı ikisi, yəni 1 olanda və mənfi 1 olanda sinus nə olur? Sinus 2x olur 0. 2x ilə bərabərdir. Sinus 0 nə vaxt alırdı? Deməli, pi k-da. Pi k-da x ilə bərabərdir pi k bölü 2. Belə də həll edə bilərik. Buradan aralığa düşən kökləri tapardıq. Bu biraz qısa yolu deyərdim. Amma bunun normal həlli necə edərəm? Dərəcəni aşağı salma düsturu ilə. Dərəcəni aşağı salsaq, hətta dərəcəni aşağı salmasaq bir dənə də yazıram. Belə də edə bilərik. Bunu sağa ataram. Nə olar?
0 bərabərdir 1 çıx kosinus kvadratı 2x-ə, 1 çıx kosinusun yerinə sinus kvadratı da yaza bilərdik. Yəni bu formada da həll olar. Bundan sonra ya da ki, bu formada kosinus kvadratı 2x bərabər 1 dərəcəni aşağı saldıq. 1 çıx kosinus 2x plus kosinus 2x bölü 2 bərabərdir 1. Məxrəcdən 1 atıb çarpaz elədik. 1 üstəyə bağışlayın, burada 4 olmalıdır. 1 üstəyə kosinus 4x bərabərdir 2. Kosinus 4x bərabərdir 1. 4x bərabərdir 1 aldıq xüsusiyyəl 2 pk idi. 2 pk-nı da 4-ə bölsək x bərabərdir pk bölü 2. Harı getsək, axırda pk bölü 2-ni alırıq. 0, 180 parçasına daxil olan köşlərinin cəmi, k-nın yerinə 0 qoysam x bərabər 0, k-nın yerinə 1 qoysam x bərabərdir pi bölü 2 90 dərəcə, k-nın yerinə 2 qoysaq x bərabərdir pi, yəni 180 dərəcə. Bunların da cəmi 270 edir. Daxil olan köşlərin cəmini tapın. Tapdıq 270 dərəcə. Baxaq 5-ci suala. 5-də deyir ki, tənliyi həll edin. Bu sağ tərəfdəki ifadəni atıram sol tərəfə. Nə olar? 1 üstəgəl 2 modulda kosinus x üstəgəl kosinus 2x. Buradan da 1 üstəgəl 2 modulda kosinus x-lə işim yoxdur. Üstəgəl kosinus 2x açaram kosinus kvadratı x çıx sinus kvadratı x kimi. 1 çıx sinus kvadratı x. Bu da bizə nə verəcək? Bu da bizə verəcək kosinus kvadratı x. Sağda heç nə qalmayıb, yəni sağda 0-dır. Buradan da 1 çıx sinus kvadratı verdi kosinus kvadratı x-i, düzdürmü? Kosinus kvadratı neçədən kosinus kvadratımız oldu? 2 dənə. Yazıram 2 dənə modulda kosinus x üstəgəl 2 dənə də kosinusun kvadratı x bərabər 0. Kosinusun kvadratı x ilə modulda kosinusun kvadratı x yaza bilərik də ona. 2 kosinus x üstəgəl 2 dənə modulda kosinus x-in kvadratı bərabər 0. Çünki ha modulda kvadrat oldu, ha belə kvadrat oldu. Onsuz bizə nə verəcək? Müsbət. Kosinus x-i çıxardım çölə. 2 dənəsin vurulsun. 1 üstəgəl modulda kosinus x bərabərdir 0-a. Ayrı-ayrı 0-a bərabər eləsəm nə olar? Kosinus x bərabərdir 0. Kosinus x bərabər 0. Modulda kosinus x 0 olduğuna görə özü də 0 oldu. Buradan da nə vaxt 0 qiymətini alır? X bərabərdir pi böl 2 üstəgəl pi k. Xüsusi halı idi. Keçək sağ tərəfə. Sağ tərəfə həll etmək üçün 1 üstəgəl kosinus x bərabər 0. 1-i sağ tərəfə atsam olar -1. Modulda ifadə heç vaxt -1 olmaz deyə bu hissəni tulladım. Cavab baxıram nədir? B variantı. Baxaq 6-cı suala. 6-cı sualda deyir kotangens alfa vur kotangens pi bölü 2 plus alfa ifadəsini sadələşdirin. Pi bölü 2 neçə dərəcədir? 90 dərəcə. 90 plus nədir? 2-ci rüb. 2-ci rübdə kotangens nə olur? Mənfi. Yazaram kotangens alfa vurulsun. Mənfi. 90-da ad dəyişir olur tangens. Pi bölü 2-ni plusu atıram olacaq nə? Alfa. Kotangens alfa vur tangens alfa bizə 1 verəcək. Qabağında da mənfi var deyə oldu -1. Cavab Y variantı. 7-ci sual. Sinus 2 alfa bərabər -3/1 olarsa 3 tangens kvadratını hesablayın. Yəni bu ifadəni hesablayın. Əlimizdə sinus 2 alfa var. 3 tangens kvadratı 3 pi böl 4. 3 pi böl 4 neçədir? Elə birbaşa yazıram 135. 135 çıx alfanı hesablayın. Getdik. Bu da bərabərdir. Tangensdə dərəcənin aşağı salınma düsturu 3 vurulsun. 1 çıx kosinus 2 alfa. 1 çıx kosinus 2 alfa böl 1 plus kosinus 2 alfa idi da düstur. Simvol olsa görə. 1 çıx kosinus 2 alfa. Alfamız nədir? 135 çıx alfa. Böl 1 üstəgəl kosinus 2 vurulsun. 135 çıx alfa bərabərdir. 3 vuraq. 1 çıx 2-ni içəri vuranda kosinus 270 çıx 2 alfa. Bölünsün 1 üstəgəl kosinus 270 çıx 2 alfa. 270 çıx 3-cü rüb. 3-cü rübdə kosinus mənfidir. Mənfini atıram qabağa. Onlar nə? 3 vurulsun. 1 üstəgəl kosinus heç kosinus yazmarıq əslində. Niyə? Mənfini atdım qabağa. Oldu nə? 3 vurulsun 1 plus 270'də ad dəyişdi olacaq sinus 2 alfa böl 1 kosinus 270 çıx alfa 3-cü rüb. 3-cü rübdə mənfidir. Mənfini atdım qabağa oldu 1 çıx. 270'də də ad dəyişdi oldu 1 çıx sinus 2 alfa.
bərabərdir. 3 vurulsun 1 üstə gəlsin 2 alfanın yerinə yazıram -3/1 bölünsün. 1 çıx sinus 2 alfanın yerinə də yenə yazıram -3/1 bərabərdir. 3 vurulsun 1 çıx 3/1 bölünsün. Mənfi olacaq. Müsbət 1 üstəyə 3/1. Bu da bərabərdir. Ortaq məxrəci gətirərəm. 3 vurulsun 1 çıx 3/1 ortaq məxrəc 3. Bunu 3-ə vuraram. 3 çıx 1. Aşağıda da 3. Bunu 3-ə vuraram. 3 üstə gəl 1 bərabərdir. Məxrəcin üstləri ikisində də gələcək. Qalar 3 vurulsun. Yuxarıda 2, aşağıda 4. Bu da bizə nə verər? İxtisar getdi 2, 3/2. Cavab 1/5. C variantı. Baxaq 8-ci suala. 8-ci sualda bizə nə deyir? Kosinus 3x üstəgəl 72 bərabər -1 tənliyinin intervalındakı həllini tapın. Deməli, bu sualın ən rahat yolu nə olardı? Hələ birbaşa, yəni bunu uzun-uzadı tənli kimi həll edərik, amma ən qısa yol budur ki, nə vaxt -1 alır 180-də 3x üstəgəl 72 bərabərdir 180 olarsa, 3x bərabər 180 çıx 72, 180-dən 72-ni çıxdım 108, buradan da 108-i 3-ə böləndə bizə verəcək 36. Cavab Y variantı. Uzun həlli necədir? Uzun həllini də buradan yazıram 8-də. Deməli, 3x üstəgəl 72 bərabərdir. -1 aldığı qiymət nə idi? Pi üstəgəl 2pk. Buradan p-nin yerinə 180 yazıram. 180 üstəgəl 360k. 72-ni sonra sağa atarıq. Üstəgəl 72 də var idi. 72-ni atdım sağa. 3x bərabərdir 108 üstəgəl 360k. Buradan hər tərəfi 3-ə bölsəm x də bərabərdir 36 plus deməli 120k. Bu aralığa düşən kök üçündə k-nın yerinə 0 qoymalıyıq. Yəni 0, 1, -1 belə yoxlayırıq. Burada 0 qoyanda o aralığa düşəcək. Cavab oldu yenə Y variantı. Baxaq 9-cu suala. 9-da deyir ki, alfanı verib, -pi bölgüsü nədir? -60 dərəcə. Olarsa kosinus alfa, yəni kosinus -60 vurulsun, tangens -60-ı tapın. Deməli, burada nə olacaq? Kosinus mənfini udur, tangens mənfin qabağa atır. Olur mənfi kosinus 60 vur, tangens 60. Buna heç açmağa ehtiyac yoxdur. Kosinus 60-da nə alır? Kosinus 60-da 2-də 1, qabağında mənfi var. Tangens 60-da da kökdə 3. Bu da bizə nə verər? Mənfi kökdə 3/2. Cavab C variantı. Baxaq 12-ci suala. 12 buranın maraqlı və çətin suallarından biridir. Nə edərik bu sualda? 2 sinus 18 üstəgəl 2/5. Dərəcəni aşağı salaram. Onlar 4 vurulsun. 1 çıxılsın. Kosinus 36 bölü 2 üstəgəl 2 sinus 18 üstəgəl 2/5. Bununla bu gedər 2 qalar. 2-ni vuranda 2 çıx 2 kosinus 36 üstəgəl 2 sinus 18 üstəgəl 2/5. Deməli 2 sinus 18 çıx 2 kosinus 36 biraz sərgiyə saldım. Üstəgəl 4/5. 2-ni də ortaq çıxarsam 2 vurulsun. Sinus 18 çıx kosinus 36. Buradan da fərqi hasilə çevirəcəm. Bərabərdir. Fərqin hasilə 2 vur 2-də 1. Daha doğrusu 2 vur 2 vur. Fərqin hasilə düsturu necə idi? Sinus alfa çıx kosinus, amma burada bir dənə nəyə diqqət etməliyik, onu demədim. Sinus alfa çıx kosinus betadır bu. Bunun əvəzinə nə yazıram? Sinus 18 çıxılsın. Kosinus 36-nı çevirək sinusa. Ya da sinus 18-i çevirək kosinusa, fərq eləmir. Sinusun fərq düsturu daha rahatdır deyə yazıram sinus 54. Üstəgəl 4/5. Kosinus 36, 90 çıx 36 elədi 54. Buradan da 2 vur, 2 vur. Sinus alfa minus beta. Alfa minus beta bölü 2 vurulsun. Kosinus alfa plus beta bölü 2. Üstəgəl 4/5. Buradan sonra 4'ü heç yazmıram. 2 vurulsun, 2 vurulsun. Sinus 18 çıx 54. Elgər -36. Bu da bölsə 2-yə. Elgər sinus -18 vurulsun. Kosinus 36 üstəgəl 4/5. Sinus da mənfin qabağa atar. Onlar -2 vur 2 vur sinus 18 vur. Biraz uzaqdan yazıram. Kosinus 36
üstəgəl 4/5. Niyə? Çünki bunu həll etmək üçün hər tərəfi kosinus 18-ə vurub kosinus 18-ə böləcəm. Bərabər olar. Bu hissə bizə sinus 36 verir. -2 sinus 36 vur kosinus 36 böl kosinus 18 üstəgəl 4/5. Buradan sonra da yuxarı hissə bizə bütöv verəcək. Bu hissə mənfi sinus 72 böl kosinus 18 üstəgəl 4/5. Sinus 72 də nədir? Çövrəndə 90 minus 18 kimi yazsaq olar. Elə mənfi kosinus 18 böl kosinus 18 üstəgəl 4/5. Bunlar gedər. -1 üstəgəl 4/5 cavab 3/5. C variantı. Biraz da uzun sual idi, amma olsun. Baxaq 13-cü suala. 13-də uyğunluğu müəyyən edin deyir. Başlayaq bunu hissə-hissə yazaq. Birincidə nə deyir? Deyir sinus x bölü 2 bərabərdir -1. Buradan x bölü 2 bərabərdir. Sinus -1 xüsusi halı idi. -pi bölü 2 plus 2pi k. Hər tərəfi 2-yə vuraram. X də bərabərdir -pi plus 4pi k. Buradan da k-nın yerinə bir dəfə 0 qoyaram. X bərabər -pi. K-nın yerinə bir dəfə də 1 qoyaram. X bərabərdir -pi üstəgəl 4pi. Yəni 3pi. Deməli, fikir verin. Ən böyük mənfi kökü -pidir. -pi 1-ə s. S getdi. 2-yə də 3pi. Ən kiçik müsbətdə 3pi idi. S-y. Getdi ikincinə. İkincində nə deyir? Deyir ki, kosinus 2x bərabərdir -1. 2x bərabərdir -pi plus xüsusi halı idi 2pi k. Hər tərəfi 2-yə bölsəm x də bərabərdir -pi böl 2 plus pi k. K-nın yerinə bir dəfə 0 qoysam x bərabər -pi böl 2, yəni sadəcə -90. K-nın yerinə 1 qoysam -90 üstəgəl 180. Bizə nə verər? Müsbət 90. Pi böl 2. Ən kiçik müsbət kökü pi böl 2-dir. Ən böyük mənfi kökü -pi böl 2-dir. Bu ikisi də bura uyğun gəlir. Burada bir dənə d qalır. Onun da səbəbini izah edək. Tangens x böl 3 bərabərdir kök 3-ə. Buradan da x böl 3 bərabərdir arctangens kök 3, yəni pi böl 3 plus pi k. Buradan da hər tərəf 3-ə vursam x bərabər pi plus 3pi k. 3pi k. K-nın yerinə 0 qoyanda x bərabərdir pi olur. Ən kiçik müsbət kökü pi'dir. 3-ə də d oldu. Keçək növbəti sualımıza. 14. İfadəsinin qiymətini hesablayın. Hesablayaq. Deməli, burada nə var? Biraz böyüdüm. Rahat-rahat görək özümüz üçün. Deməli, tangens 15, 1 çıx tangens kvadratı 15. Baxın, biz bura fikir versək, burada düstur var. Burada da sinus 20, kosinus 70-dən eyni şeydir. Sinus 20-nin yerinə nə yazaram? Yazaram elə kosinus 70. 20 nədir? 20 bərabərdir. 90 çıx 70. Bu 90'ı falan atacağıq. Yəni sinus 20 olurdu, kosinus 70. Bunlar gedər. Qaldı bu hissə. 3 kökdə 3 bölü 2 vur. Tangens 15 bölünsün 1 çıx tangens kvadratı 15. Əgər bunun hər tərəfini 2-yə vurub 2-yə bölsək, bu hissə 2 tangens alfa böl 1 çıx tangens kvadratı alfa bizə verəcək. 3 kökdə 3 böl 2 vur. Demək, məxrəcdə bir dənə də 2 gəldi. Bu hissə bizə verdi nə? Tangens 2 alfanın düsturun. Yəni, tangens 2 vur 15, tangens 30'un düsturun. Bitdi. Bu da bərabərdir. 3 kökdə 3 vur. Tangens 30 nə idi? Kökdə 3 böl 3. Bölünsün 2 vur 2, 4. Bununla bu gedər. Kökdə 3 kökdə 3-ə bizə verərdi 3 böl 4. Cavab B variantı. 14-dən sonra baxaq 15-ci sualımıza. 15-də nə deyir? Sinus x üstəgəl sinus 5x tənliyinin ən kiçik müsbət kökünün dərəcə ölçüsünü tapın. Getdik. Necə taparıq? Cəmin hasilə düsturuna oxşayır. Cəmi çevirək hasilə. Sinus alfa üstəgəl sinus beta. Nə idi düstur? Sinus x üstəgəl sinus 5x bərabərdir 2 sinus alfa plus beta bölü 2. X üstəgəl 5x bölü 2 vur kosinus
alfa çıx beta böl 2 bərabərdir nəyə? 0-a. Diqqətli olaq. Deməli 2 x üstəlik 5x 6x böl 2 3x x çıx 5x mənfi 4x kosinusda mənfini udar. 4-ü də 2-yə böləndə bizə verəcək. Kosinus 2x bərabər 0. Ayrı-ayrı 0-a bərabər eləyərəm. Hasil şəklindədir. Sinus 3x bərabərdir 0. 3x bərabərdir. Deməli 3x bərabərdir pk-ya. X də bərabər pk böl 3-ə. Getdim. Kosinus 2x bərabərdir 0. 2x bərabərdir pi böl 2 plus pk-ya. X də bərabərdir. Hər tərəfi 2-yə bölsəm pi böl 4 plus pk böl 2. Deyir, ən kiçik müsbət kökün dərəcə ölçüsünü tapın. Burada ən kiçik, bunda k-nın yerinə 1 qoysam pi böl 3 60 dərəcə verir. Burada isə k-nın yerinə 0 qoysaq sağ tərəfdə x bərabər pi böl 4, yəni 45 dərəcəni verir. Ən kiçik müsbət kökün dərəcə ölçüsünü tapın deyir. Onda hansı dərəcə olar? Ən kiçik müsbət kök 45 dərəcə olar. Növbəti sualımızda tangens kvadratı 2x. Bu tənliyi həll edin. Gəlin həll edək. 1 bölü kosinus kvadratının yerinə nə yazıram? Bizim belə bir düsturumuz var idi. 1 bölü kosinus kvadratının yerinə yazıram. 1 üstəyə tangens kvadratı bərabərdir. 1 üstəyə tangens kvadratı 2x çıx tangens 2x. Bununla bu gedər. Bunu da ataram sol tərəfə. Tangens 2x bərabərdir 1-ə. 2x də bərabərdir. Deməli 1-i nə vaxt alır? 1-i alırdı. Pi böl 4. Yəni bu formada düsturla yazıb arctangens 1 plus pk 2x bərabərdir 1-i pi böl 4 plus pk-da alacaq. X hər tərəfi də 2-yə bölsəm x də bərabər pi böl 8 üstəgəl pk böl 2. Pi böl 8 üstəgəl pk böl 2. Cavab C variantı. 16-dan sonra baxaq 17-ci sualımıza. Tənliyini həll edin. Bu da maraqlı suallardan biridir. Necə həll edərik? Kosinus 2pi kosinus x bərabərdir 1-ə. Deməli, bu bizim alfamızın yerində durub. Onda alfa bərabərdir. Nə vaxt kosinus 1 qiymətini alır? 2pk-da. Hər tərəfdən 2p'lər getsə, onlar nə? Kosinus x bərabərdir k-ya. Və sual yaranır. Ay müəllim, bu k nədir? K hər hansısa bir tam ədəd. 1, mənfi 1, müsbət 1 bu formada, 0, 2, 3, 4 bu formada gedir. Ons bilirik ki, kosinus tam ədədlərdən söhbət ediriksə, hansı qiymətlər alar? 1, 0, mənfi 1. İndi üçünün də ortaq bir cavabını axtaracaq sizdən. Kosinus x bərabərdir 0, x bərabərdir. Kosinus x 0 alırsa, x də bərabər nədir? Pi böl 2 plus pk. Yəni 90 plus pk. Keçdik. Kosinus x bərabərdir 1 və bir də yazacağım. Kosinus x bərabərdir mənfi 1. Buradan kosinus x bərabərdir 1. Düzdür, bu ikisini birləşdirib bir dənə sinus x bərabər 0 da yazaram. Amma elə bu formada da həll edəmiyorlar. X bərabərdir 1-i nə vaxt alır? 2pk-da. X bərabərdir mənfi 1-i nə vaxt alır? Mənfi pi plus, daha doğrusu normal pi plus 2pk-da. Getdik. K-nın yerinə 0 qoyub başlayıram. K-nın yerinə 0 qoysam, birinci x-in bərabər olar pi böl 2-yə 90 dərəcəyə, ikincim 0-a, üçüncüm isə 180-ə. K-nın yerinə niyə belə edirəm? Bütün üçünə də uyğun bir cavab tapın. K-nın yerinə 1 qoysam, x bərabərdir 90, üstəcə 180, yəni bir dənə pk, 180 gəlsəm, eləyər 270. Burada 2pk, yəni 2pi vur 1 elədi 360, x bərabərdir 360. Burada isə 180 üstə gəl 360 eləyəcək 540. Nə fikir verin? 0, 90, 180, 270, 360 birazdan burada 450 də olacaq. Bütün 90, 90, 90, 90 gedə-gedə bütün qiymətlər ödənir. Deməli cavab nəymiş? 90, 90 artış pk böl 2. 90-ın misilləri. 17-dən sonra baxaq 18-ci sualla funksiyasının əsas dövrünü tapın. Bu sadə sualdır. Neyniyərəm? Sinus kosinusu ortaq çıxarıram. Sinus 3x, kosinus 3x vurulsun. Sinus kubu idi. 1-in çıxardım, qaldı sinus kvadratı 3x üstəyə kosinus kvadratı 3x. Bu hissə bizə 1 verəcək. Bu hissəni də 2-yə vuraram, 2-yə bölərəm. Bu hissəsi mənə düstur verər. Verəcək
sinus 6x böl 2. Biz də bilirik dövr t ilə işarə olunurdu. T bərabər 2 pi böl modulda a. Burada a nədir? X-in əmsalı. 2 pi böl 6. X-in əmsalı 6 daxil. Bu da bizə verdi pi böl 3. Cavab pi böl 3 B variantı. Baxaq 19-cu suala ifadənin qiymətini tapaq. Kosinus 40 vurulsun 1 çıx 2 kosinus 80. Nə edərik? Buradan baxan kimi ağlımıza bir neçə yol gələ bilər. Amma mənə ən rahat nə gələr? Burada vurub açmaq. Yəni fikir verin bura. Burada 2 kosinus 80-ı açsaq 2 var deyə çox köməyimizə çatmır. 1 çıx heç olmaya 2 olmasaydı bəlkə düstur olardı. Dərəcənin aşağı salınmasına oxşayardı. Amma təəssüf ki o deyil. Sadəcə vurub açıram. Kosinus 40-ı 1-ə vuranda. Elədi kosinus 40 çıx 2 vur kosinus 80 vur kosinus 40. Yəni kosinus 80 kosinus 40. Bundan sonra həll edərəm. Bu da cos-cosdur. Kosinus-kosinusun düsturu. Kosinus 40 çıxılsın 2 vur. Kosinus alfa kosinus beta'nın düsturu nə idi? 2-də 1, yəni sadəcə bu hissəni yazıram. Bu 2 buradadır. 2-də 1 mötərizədə kosinus deməli alfa çıx beta plus kosinus alfa plus beta bərabərdir kosinus 40 çıx bununla bu getdi. Mötərizədə kosinus 80 çıx 40 nə verəcək bizə? Kosinus 40 üstəgəl kosinus 80 üstəgəl 40 bizə nə verəcək? Kosinus 120. Bu da bərabərdir. Gəlin kosinus 120-ni qırağında tapaq, sonra davam edək. Kosinus 120 bərabərdir kosinus 90 plus 30. 90 plus 30 ikinci rüb. İkinci rübdə kosinus mənfidir. 90-da da ad dəyişir. Onda kosinus 120 bərabərdir mənfi sinus. Bunlar getdi. Sinus 30-a. Mənfi sinus 30 da nədir? Mənfi 2-də 1. Getdik. Kosinus 120-ni təyin elədik. Yazıram kosinus 40 çıx. Kosinus 40 çıx kosinus 120 bərabərdir. 40-lar gedər, qaldı mənfi kosinus 120. Bu da mənfi kosinus 120 nə idi? Mənfi 2-də 1. Mənfi 2-də 1 bizə nə verəcək? Müsbət 0.5. Cavab Y variantı. 19-dan sonra 20-ci sual. Parçasındakı köklərin cəmini tapın. Getdik. Tapaq bunu da. Deməli 20-də. Kosinus 2x üstəgəl 1 bərabərdir kosinus x kosinus kvadratı x. Gəlin belə eləyək. Bunları da atıram sol tərəfə getsin. Kosinus x. Birinci kosinus kvadratını yazıram. Sonra da lap kosinus x yazıram. Kosinus x bərabərdir 0-a. Buradan da nə görürəm? Kosinus 2x açıram. Kosinus kvadratı x çıxılsın. Sinus kvadratı x. Üstəgəl 1 çıx kosinus kvadratı x. Bunun yerinə də birbaşa yazıram. Sinus kvadratı x. Ta uzatmıram. Bərabər 0 hop. Bunlar getdi. Qaldı nə? Kosinus kvadratı x çıx kosinus x bərabər 0. Kosinusu da ortaq çıxaranda kosinus x çıx 1 bərabərdir 0. Ayrı-ayrı da 0-a bərabər eləyərəm bunu. Kosinus x bərabərdir 0. Kosinus x çıx 1 bərabərdir 0. Kosinus x-in 0 şərti x bərabərdir pi böl 2 plus pi k. Kosinus x çıx 1 bərabərdir 0. Kosinus x bərabərdir 1. X bərabərdir 2 pi k. 0,90 parçasındakı köklərinin cəmini istəyir. K-nın yerinə 0 qoyanda burada x bərabərdir 90. Burada isə x bərabər 0 eləyir. Burada 0-dan 90-ın bizdən cəmini istəyir. Bərabərdir elə 90-a. Bu qədər. 20-dən sonra baxaq 21-ci suala. Tənliyini həll edin. Kökdə 2-ni atıram sağ tərəfə. Kosinus x bərabərdir 1 bölü kökdə 2. Bu da eləyir kökdə 2 bölü 2. X də bərabərdir müsbət mənfi arq kosinus kökdə 2 bölü 2 plus deməli 2 pi k. Arq kosinus kökdə 2 bölü 2-ni də alır. Müsbət mənfi pi bölü 4 plus 2 pi k. 2 pi k. Cavab müsbət mənfi pi bölü 4 plus 2 pi k ya da pi-nin fərq eləmir. Onların fərqi yoxdur. Gəldik bura. Bizdən 6 kosinus 4 alfanı istəyir və bunu verib. Sinus üstü 6 alfa ilə kosinus üstü 6 alfanı verib. 22-ci sual. Getdik. Necə taparıq?
Sinus üstü 6 alfa üstəcək kosinus üstü 6 alfa bərabərdir 4-də 3-ə. 6 kosinus 4 alfa ifadəsinin qiymətini tapın. Tapaq. Necə yazaram? Ya kubun kvadratı, ya da kvadratın kubu. İndi hansı daha mənə rahat olar? Yəqin ki, kvadratın kubu yazmaq daha rahat gəlir. Sinus kvadratı alfa, kvadratın kubu. Kublar düstur olsa daha rahat cavabını tapa bilərik bunun. Kosinus, deməli kosinus üstü kosinus kvadratı alfanın kubu bərabərdir. Bu cavabı 4-də 3-dür. Burada nə edək? Davamın düsturu açaq. Kublar düsturun. Kublar düsturu necə açılır? Sinus kvadratı. Ya da bunu burada yazım, aşağıda yazıram. Sinus birinci bunların cəmi. Vurulsun. Sinus kvadratı alfanın kvadratı üstəcək minus bunların hasili sinus kvadratı alfa vur kosinus kvadratı alfa üstəcək kosinus kvadratı alfanın kvadratı bərabərdir 4-də 3-ə. Bu hissə bizə 1 verdi, bu hissə getdi. Qaldı nə? Sinus üstü 4 alfa üstəcək kosinus üstü 4 alfa çıx sinus kvadratı alfa vur kosinus kvadratı alfa. Bundan sonra nə edirəm? Bərabərdir 4-də 3-ə. Buradan sonra deməli bu hissədən sinus üstü 4 alfa üstə kosinus üstü 4 alfadan bunu da kvadratın kvadratı kimi yazıram. Və hətta burada hazır əlimizdə var idi. Heç bunu çevirməyimizə ehtiyacımız da yox idi. Sinus kvadratı alfanın kvadratı kosinus üstü 4-də kvadratın kvadratı kimi yazıram. Burada da cəmin kvadratı sinus kvadratı alfa üstə kosinus kvadratı alfa cəmin kvadratı çıx 2AB. 2 sinus kvadratı alfa kosinus kvadratı alfa. Bir dənə də bizim burada bir dənə də bu var. Sinus kvadratı alfa kosinus kvadratı alfa bərabərdir bölmə mötərizədə 4-də 3-ə. Buradan sonra da bu hissə bizə 1 verəcək. 1 çıx 2 o da bir dənə. 1 çıx 3 sinus kvadratı alfa vur kosinus kvadratı alfa bərabərdir 4-də 3-ə. Daha sonra nə görürəm burada? Hər tərəfi elə 4-ə vura bilərik. 4-ə vurub cavabı tapa bilərik. Ya da belə eləyək. 1-dən nə çıxsaq 4-də 3 verər. Deməli 1-dən bu hissə bizə nə verməlidir? 4-də 1. Necə tapdıq? 1-i atdıq o tərəfə. 3 sinus kvadratı alfa vur kosinus kvadratı alfa bərabər 4-də 3 çıx 1. Yəni mənfi 4-də 1. Mənfi 4-də 1. Deməli 3 sinus kvadratı alfa vur kosinus kvadratı alfa da bərabər imiş nəyə? 4-də 1-ə. Buradan sonra da 3-ü biraz uzaq yazıram. Biz demişdik ki, sinus kosinus yanaşı görəndə bizdə nə ağlımıza gəlir? 2 qat arqument düsturu. Ona görə hər tərəfi 2-yə vurub 2-yə də bağışlayın. Kvadratdırsa 4-ə vurub 4-ə də bölürəm. Olacaq nə? Bu hissə, yuxarı hissə bizə verəcək 3 vurulsun. Sinus kvadratı 2 alfa böl 4 bərabərdir 4-də 1-ə. Məxrəcdəki 4-lər getdi, qaldı. 3 sinus kvadratı 2 alfa bərabərdir 1-ə. 3-ü atıram o tərəfə. Sinus kvadratı 2 alfa bərabərdir 3-də 1-ə. Sonra dərəcəni aşağı salma düsturu ilə gedirəm. 1 çıxılsın kosinus 4 alfa böl 2 bərabərdir 3-də 1-ə. Buradan da çarpaz eləsəm 3 çıx 3 kosinus 4 alfa bərabərdir 2-yə. 3-ü sağ tərəfə atıram. Mənfi 3 kosinus 4 alfa bərabərdir. 3-ü bu tərəfə atanda 2 çıx 3 bizə mənfi 1 verər. Kosinus 4 alfa bərabərdir. Deməli 3-də 1-ə, mənfi 1-i mənfi 3-ə böldük, 3-də 1 elədi. Bizdən nə istəyir? 6 kosinus 4 alfanı, yəni 6 vur 3-də 1 bizə verəcək 2. Cavab B variantı. Növbəti 22-dən sonra 23-cü sualımıza baxaq. Tənliyini həll edin. Getdik. Necə həll edəcəyik? Baxıram 3 sinus kvadratı x, 2 kosinus kvadratı x var. Buradan dərəcələri aşağı salmaqla getmək daha rahat ola bilər. Baxın 3 sinus kvadratı x vurğuları ayırmaqda ola bilər. O daha rahat olar yəqin. Bunu yazım 3 sinus kvadratı x sıx sinus x vur kosinus x sıx 2 kosinus kvadratı x bərabərdir 0. Deməli, bunu yəqin ki, vurğulara ayırmaq üsulu daha rahat bir yol olar. Niyə? Hətta qısa formada sizə göstərim. Buna bir A desəm, yəni
Daha doğrusu buna bir A, buna bir B desəm, bu olacaq A kvadratı, bu olacaq B kvadratı. 3A kvadratı çıx AB, çıx 2B kvadratı bərabər 0. Baxıram ki, yəqin ki, bunu vurğulara ayırmaq çox daha rahat olar. Düzdür, dərəcə aşağı salıb, bunu 2 qat arqument aparıb, nəsə çıxarmaq olardı. Amma belənisinə baxıram, ortadakı vurğulara ayırsam, düzdür, bunu qayçı üsulu ilə də gedə bilərik. 3A kvadratı çıx 3AB üstə gəl 2AB çıx 2B kvadratı bərabərdir 0. 3A-nı ortaq çıxaranda A çıx B üstə gəl. Buradan da 2B-ni ortaq çıxaranda olacaq nə? Deməli, 2B vurulsun, A çıx B bərabərdir 0-a. Buradan sonra 3A üstə gəl 2B vurulsun, A çıx B bərabərdir 0-a. Daha sonra A-mız nə idi? Sinus. Biz sinusa A demişdik də. 3 sinus aparıb hamısını yerinə qoyuram. Üstə gəl 3 sinus x üstə gəl 2 kosinus x vurulsun sinus x çıx kosinus x bərabərdir 0-a. Buradan sonra ayrı-ayrı hasil şəklində olduğuna görə 0-a bərabər edirəm. 3 sinus 4x üstəyə 2 kosinus x-in 0 olması üçün 2 kosinusu sağa ataram. 3 sinus 4x bərabərdir 2 kosinus x-ə mənfisi ilə hər tərəfi kosinusa bölürəm. Hər tərəfi kosinusa bölsəm olacaq nə? 3, buranı kosinusa bölsək, buranı da kosinusa bölsək, olacaq 3 tangens 4x bərabərdir. Tangens x bağışlayın, 4x niyə? 4x hardan çıxdı? 3 tangens x bərabərdir mənfi 2-yə, tangens x bərabərdir mənfi 2 böl 3-ə, x də bərabərdir arc tangens mənfi 2 böl 3 plus pi k-ya. Buradan da tangens mənfini nə edir? Arc tangens mənfini atır qabağa. Olur mənfi arc tangens 3/2 plus pi k. Daha sonra bunun sağ tərəfini də həll etməliyik. Eyni qayda ilə. Sinus x çıx kosinus x bərabər 0. Sinus x bərabərdir kosinus x. Hər tərəfi kosinusa böləndə sinus böl kosinus bizə verəcək tangens. Deməli, tangens x bərabərdir 1-ə. X də bərabərdir 1 qiyməti nə vaxt alır? Pi böl 4 plus pi k-ya birbaşa yazdım. Deməli, cavab nədir? Mənfi arc tangens 3/2 plus pi k və pi böl 4 plus pi k. Hər ikisi olan cavab Y variantı. Bu da maraqlı sual idi. 24-cü sual ifadəsinin ən böyük və ən kiçik qiymətlərinin cəmini tapın. Sinus 180 çıx alfa ikinci rüb. İkinci rübdə sinus müsbətdir. 180-də də ad dəyişmir. Olur nə? Sinus alfa. Kosinus 270 çıx alfa. 270 çıx alfa ikinci rüb deyil, üçüncü rübdür. Deməli, üçüncü rüb. 270 çıx alfa üçüncü rüb. Üçüncü rübdə kosinus nədir? Mənfi. Ona görə mənfini atıram qabağa. Onlar çıx. 270-də də adı dəyişir. Olur sinus alfa. Üstə gəl 4 sinus kubu alfa üstəyə 2. Sinuslar getdi, qaldı 4 sinus kubu alfa üstəyə 2. Bu kubun ən kiçik qiyməti mənfi 1, 1. Burada bir dəfə yerinə mənfi 1 qoysam 4 vur mənfi 1 üstəyə 2 bizə verəcək mənfi 2. Bir dəfə də 4 vur 1 üstəyə 2 bizə verəcək 6. Bir ifadəsinin ən böyük və ən kiçik qiymətlərinin cəmi. Ən böyük və ən kiçik qiymətlərinin mənfi 2 üstə gəl 6 bizə verəcək 4. Cavab C variantı. 24-dən sonra baxaq 25-ci suala. 25-də nə edək? Əslində rahat suala oxşuyur. Baxıram ki, birbaşa çarpaz gedərəm. 2 kosinus x üstəyə sinus x bölünsün 3 sinus x üstəyə kosinus x bərabərdir. Mənfi bu formada yazıram ki, mənfini birində istifadə edeyim. Çarpaz eləyəndə nə olacaq? 2 vur kosinus x, yəni 4 kosinus x üstəyə 2 sinus x bərabərdir. Bu mənfini bura vuranda mənfi 3 sinus x çıx kosinus x-ə. Buradan da sinusları bir tərəfə, kosinusları bir tərəfə yığmaq istəyirəm. Lap sinusu atıram. Deməli, elə ataq sinusu bu tərəfə, kosinusu bu tərəfə. 4 kosinus x. 4 kosinus x üstə gəl kosinus x bərabərdir. Mənfi 3 sinus x çıx 2 sinus x. Bu da 5 kosinus x bərabərdir. Mənfi 5 sinus x-ə.
Mən yenə hər tərəfi kosinüsə böləcəm. Tangens daha rahat gəlir deyə. Hər tərəfi kosinüsə bölsəm, kosinüsə bölsək, onda nə olacaq? -5, sağ tərəf -5 tangens x bərabərdir. Bunlar getdi, elə yazıram 5-ə. Tangens x də bərabərdir -1-ə. X də bərabərdir arc tangens -1 plus pika. Arc tangens -1-i nə vaxt alır? Deməli, -45-də -pi/4 plus pika-da. -pi/4 plus pika. Cavab C variantı. 25-dən sonra baxaq 26-cı suala. İfadəsinin ən böyük qiymətini tapın. Getdik. Bu sualda nə edərəm? Burada 100% görürəm, 2 qatdır. Özdə ən böyük ən kiçikdir, həll eləmək deyil. 2 vurğulara falan ayırım. Bunun dərəcəsini aşağı sala bilərəm. Bunu isə 2 qat kimi yaza bilərəm. 2 kosinüs kvadrat alfanın yerinə yazıram. 2 vurulsun 1 üstəlik kosinüs 2 alfa bölü 2. Çıxılsın 6 vuraq. 1 çıx kosinüs 2 alfa bölü 2. Üstə gəl 6'ını da necə yazaq? 6'ını da yazaram. 3 vurulsun 2 sinüs alfa vur kosinüs alfa. Deməli 2'lər gedər, qaldı nə? 1 üstəlik kosinüs 2 alfa. Bununla bu getdi, qaldı 3. Çıx 3. Mənfi müsbət 3 kosinüs 2 alfa. Bu hissədə bizə nə verdi? 3 vur sinüs 2 alfa. Bərabərdir. Deməli kosinüs 2 alfa 3 kosinüs 2 alfa. Elədi nə? 4 kosinüs 2 alfa. Üstə gəl 3 sinüs 2 alfa. 1 çıx 3 elədi çıx 2 bərabərdir. 3 4. Bura baxıram. Bu hansı düsturdur? Kök altında a kvadratı b kvadratı olan düstur. Ən böyük qiymətini tapın. 4'ün kvadratı üstəyə 3'ün kvadratı bərabər kök 25. Bu da 5. Bu hissə ən böyük qiyməti 5. Ən kiçik qiyməti -5'dir sol tərəfin. Bizdə ən böyük qiyməti olan 5'dən 2'ni çıxsa bizə verər 3. İfadənin ən böyük qiyməti elədi 3. Bu qədər. 26'dan sonra baxırıq 27-ci suala. İfadəsinin ən böyük qiymətini tapaq. Sinüs alfa plus sinüs beta. Bu bizim alfamız. Baxın bu bütöv alfamız. Bu da bizim betamız. Düstur necə idi? Sinüs alfa üstəgəl sinüs beta düsturu. Sinüs alfa üstəgəl sinüs beta düsturu. Bu formada yazılırdı ki 2 sinüs alfa plus beta bölü 2 vur kosinüs alfa çıx beta bölü 2. Getdi. Onda bunu o formada yazaq. 2 sinüs alfa plus beta 35 üstəgəl x plus beta bölü 2 vurulsun kosinüs alfa minus beta bölü 2. Çıx sinüs 30 yəni çıx 2'də 1. Bərabərdir. Deməli 2 x'lər getdi 35 25 60 62'yə böləndə bizə verəcək 30. 2 sinüs 30 vur kosinüs buranı da biraz sərgiyə salaq. Kosinüs 35 üstəgəl x çıx 25 üstəgəl x bölü 2 çıx 2'də 1 bərabərdir 0'a. Sinüs 30'da bizə verəcək 2 vur 2'də 1 vur. Kosinüs 35 çıx 25 elgər kosinüs 10 üstəgəl 2x bölü 2 çıx 2'də 1 bərabərdir. Bununla bu getdi qaldı nə? 1. Yəni 10 yazmağa ehtiyac yoxdur. Kosinüs 10 üstəgəl 2x. Bunda 2'ni ortaq çıxarsam 2 vur olsun 5 üstəgəl x böl 2 çıx 2'də 1 bərabərdir. 2'lər də getdi. Kosinüs 5 üstəgəl x 5 dərəcə üstəgəl x çıx 2'də 1 ifadənin ən böyük qiyməti üçün kosinüsün bütöv yerində maksimum nə yana bilər? 1. Bu da bizə 1 çıx 2'də 1 bizə verər 0.5. Cavab A variantı. 27'dən sonra baxaq 28-ci suala tənniyi həll edin. Çox bəsit bir tənniydir. Bu isə bizə nə verir? Baxan kimi hop 1. 1'i gördüm. Kosinüs 2x bərabərdir 1'ə. 2x bərabərdir 1. Xüsusi hal idi. Hansı xüsusi haldır? 2 pika halı. X ilə bərabərdir 2'lər getdi. Pika. Cavab B variantı. 28'dən sonra baxaq 29-cu suala. İfadələrin ən böyük qiymətləri və ən kiçik qiymətləri üçün uyğunluğu müəyyən edin. Getdik. Ayrı-ayrı yazacağım. Birinci yazıram. Biraz aşağı çəkim. Bu da görünsün. Y variantı.
Birincidə nədir? Y bərabər 2 sinus alfa üstəgəl 3. Mənfi 1, 1 yerinə qoyub yoxlayıram. 2 vur mənfi 1 üstəgəl 3. Mənfi 2 üstəgəl 3 elədi 1. Deməli, ən kiçik o birisi qiymətini də yazım. 2 vur 1 üstəgəl 3 bərabərdir 5. Ən kiçik qiyməti 1, ən böyük qiyməti 5-dir. ƏÇQ, ƏBQ. Deməli, ƏBQ-sı ilə ƏÇQ-sının cəmi 6-dır, bəli. C. Toplayanda 1 ilə 5, 6 verir. Fərqi isə yoxdur burada. 1 getdi. 2-yə baxaq. Y 4 kosinus kvadratı alfa çıx 1. Burada da kvadratdır deyə 0, 1 qoyacam. Bərabər 4 vur 0 çıx 1 bərabərdir 1. Daha doğrusu mənfi 1. 4 vur 1 çıx 1 bərabərdir 3. Deməli, ən böyük qiyməti 3-dür. Ən kiçik qiyməti isə ƏÇQ-sı isə mənfi 1-dir. Buradan ƏBQ-sı ilə ƏÇQ-sının cəmi 2-dir, bəli. 3 üstəgəl mənfi 1 bizə verdi 2. Bu da getdi. Başqa heç nə gözümə uyğun gəlmir buna. Baxıram 3-cüyə. 3-cüdə də Y bərabərdir 7 sinus kubu 3 alfa, sinus kubu alfa üstəgəl 2. Kubdur, yenə mənfi 1 ala bilər. Mənfi 1, 1-i qoyacam yerinə üstəgəl 2. 7 vur mənfi 1 üstəgəl 2. Yəni, mənfi 7 üstəgəl 2 bizə nə verir? Mənfi 5. Mənfi 5. Getdi. 7 vur 1 üstəgəl 2 bərabərdir. 7 üstəgəl 2, 9. Deyir, ƏBQ-sı, bu ƏBQ-sıdır, o birisi də ƏÇQ-sı. 9 üstəgəl mənfi 5 bizə nə verir? 4. Burada A uyğun gəldi. Və bir də fikir verin, bunların fərqi 9 çıx mənfi 5 bizə verər. 9 üstəgəl 5, yəni 14. Bir də bu uyğun gəlir. A, D uyğun gəlməlidir. Daha sonra baxaq 30-cu suala. İfadəsini sadələşdirin. Sadələşdirək. Deməli, 30-da tangens alfa çıx tangens beta. Burada hasil var. Bu hissə kotangens alfa, tangens alfadan da nəsə eləmək olar. Burada baxıram, vurub açmaq olmaz yəqin ki bunu. Bu kotangens alfa çıx beta deyil. Hamısı tangensdir. Bir dənə bu kotangensdir. Gəlin bunu da tangensə uyğun yazaq. Tangens alfa çıx tangens beta vurulsun. 1 bölünsün tangens alfa çıx beta. Çıx tangens alfa, tangens beta və üstəgəl kotangens alfa böl tangens alfa. Buradan da nə edərəm? Tangens alfa çıx tangens beta ilə işim yoxdur. Bu hissə ilə hələ ki. Tangens alfa çıx tangens beta qalsın. Bu düsturu açaram. Vurulsun 1 bölünsün. Tangens alfa çıx beta nə idi? Tangens alfa çıx tangens beta bölünsün 1 çıx 1 üstəgəl tangens kvadrat alfa. Daha doğrusu tangens alfa tangens beta. Sonra yuxarıda çıx tangens alfa vur tangens beta var. Və plus kotangens alfa böl tangens alfa. Bunu necə yazaram? Kotangens alfa vur 1 böl tangens alfa. Daha işim rahat olsun deyə. Bağışlayın, həllə bu formada 1 böl tangens alfa. Heç nə eləməmişəm, sadəcə ayrı məxrəc yazdım ki, daha rahat görünüm. Buradan sonra bu məxrəcdəki qalxar yuxarı və bu ifadə ilə, bu ifadə ixtisar gedər, məxrəcin məxrəci qalxır yuxarı. 1 üstəgəl tangens alfa, tangens beta, çıx tangens alfa, tangens beta, üstəgəl kotangens alfa vur. Bu da bizə nə verir? Kotangens alfa. Bununla bu getdi. Qaldı nə? 1 üstəgəl kotangens kvadratı alfa. 1 üstəgəl kotangens kvadratı alfa da bizə verir. 1 böl sinus kvadratı alfa. Cavab B variantı. Baxaq 31-ci suala. 31-də deyir tənliyi həll edin. Necə həll edək? Bu sol tərəflə işim yoxdur. Sağ tərəfdə olanı da atıram sol tərəfə. Çıx sinus kvadratı 3x böl sinus kvadratı 3x bərabər 0. Sinus kvadratının da dərəcəsini aşağı salaram. Vurulsun kosinus 3x çıx 1 çıx kosinus 6x böl 2 bərabərdir 0-a. Hər iki tərəfdən 1 çıx kosinus 6x-ləri ortaq çıxarsam 1 çıx kosinus 6x vurulsun
Kosinus 3x çıx 2-də 1. Bunu götürəndə nə qalacaq yerində 1? Bərabər 0-a. Ayrı-ayrı da 0 eləyib cavabını taparam. Deməli 1 çıx kosinus 6x bərabərdir 0-a. Kosinus 6x bərabərdir 1-ə. 6x bərabərdir 2πk-ya. X də bərabərdir 2πk böl 6. Yəni πk böl 3-ə. Daha sonra kosinus 3x çıx 2-də 1 bərabərdir 0-a. Kosinus 3x bərabərdir 2-də 1-ə. 3x bərabərdir arc kosinus plus minus arc kosinus 2-də 1 plus 2πk-ya. 2-də 1 kosinus nə vaxt alır? Bərabərdir plus minus 60 dərəcədə pi bölü 3 plus 2πk. Pi bölü 3 plus 2πk. Hər tərəfi də 3-ə bölsəm, onlar nə? X bərabərdir plus minus pi bölü 9 plus 2πk böl 3. Plus minus pi böl 9 plus 2πk böl 3 olan variant varmı? Baxın, A variantı. Pk böl 3, pm böl 3 və plus minus pi böl 9 plus 2pm böl 3. Cavab A variantı. 31-dən sonra baxaq 32-ci suala tənliyə həll edin. Bu tənlik çox rahat tənlik növüdür. Atıram sağ tərəfə sinus x bərabərdir köşkdə 3 kosinus x-ə. Hər tərəfi də kosinusa bölərəm. Onlar nə? Tangens x bərabərdir köşkdə 3-ə. Tangens x köşkdə 3 x də bərabərdir arc tangens köşkdə 3 plus πk. Arc tangens köşkdə 3-ü nə vaxt alır? Alır köşkdə 3-ü pi böl 3-də pi böl 3 plus πk, yəni 60 dərəcədə. Pi böl 3 plus πk. Cavab D variantı. 32-dən sonra baxaq 33-cü suala. Kotangens alfa 7 olarsa sinus 2 alfanı tapın. Əgər trigonometrik funksiyalardan hər hansısa birinin qiyməti verilərsə, digərini tapmaq üçün nədən istifadə edirdik? Üçbucaq qaydası. Sinus 2 alfa bərabərdir nəyə? Bunu elə yazıram. 2 sinus alfa, kosinus alfa şəklində. Fikir verin. Bizə həm nə lazımdır? Sinus alfa, həm də kosinus alfa. Kotangens alfa var əlimizdə. Bunu yazıram 7 böl 1 kimi. Və üçbucaq qaydasını istifadə edəcəm. Üçbucaq qaydası nə idi? Bir dənə üçbucağımı çəkirəm, düzbucaqlı üçbucağım. Bura bir alfa deyirəm. Alfanın kotangens nədir? Bitişik böl qarşı. Kotangensə bitişiyə 7, qarşıya 1 deyərəm. Onda hipotenuz da avtomatik olacaq. 7-nin kvadratı üstəyər 1-in kvadratı. Yer neçə? C kvadratı bərabərdir 7-nin kvadratı üstəyər 1-in kvadratı, yəni 50. C də olacaq, hipotenuz da olacaq. Kök altında 50. Hipotenuza da yazdım, köşkdə 50. Möhtəşəm. Buradan yazıram sinus alfa bərabərdir qarşı katet böl hipotenuz. Kosinus alfa da bərabərdir bitişik katet böl hipotenuz. Biz də sinus 2 alfanı axtarırıq. 2 sinus alfa kosinus alfa çıxır. Sinus alfa 7 böl köşkdə 50 vur 1 böl. Deməli sinus 1 böl köşkdə 50. Kosinus da 7 böl köşkdə 50. Bu da bizə verəcək köşkdə 50, köşkdə 50, 50, 2 vur 7, 14. Onluq kəsir formasındadır. Hər tərəfi 2-yə vururam, geri 28 böl 100. Yəni 0,28 cavab C variantı. 33-dən sonra baxaq 34-cü suala. A-nın hansı qiymətində tənliyin həlli var? Getdik. Deməli 2 sinus x üstəgəl kosinus x bərabərdir köşkdə 5 loqaritma 2 əsasdan A. Bu hissənin birinci baxıram nədir? Bu 2, 1. Yəni A kvadratı B kvadratı olan ifadədir. Buradan getməliyik. Bu hissəni həll edirəm. A kök altında A kvadratı üstəyəl B kvadratı düsturu ilə 2-in kvadratı üstəyəl 1-in kvadratı eləyir köşkdə 5. Ən böyük qiyməti köşkdə 5-dir. Ən kiçik qiyməti isə mənfi köşkdə 5. Getdik. Onda köşkdə 5 loqaritma 2 əsasdan A-nı bunun bir dəfə ƏBQ-sına, yəni köşkdə 5-ə bərabər eləyirəm. Onda köşkdə 5-ləri hər tərəfi köşkdə 5-ə bölsəm, köşkdə 5-lər gedər loqaritma 2 əsasdan A bərabər 1. A da bərabərdir 2 üstü 1, yəni 2 olar. Demək, A-nın bir qiymətini tapdım 2. Keçək mənfi köşkdə 5-i qoysaq. Köşkdə 5 vurulsun. Loqaritma 2 əsasdan A da bərabərdir. Mənfi köşkdə 5-ə köşkdə 5-lər getsə, loqaritma 2 əsasdan A bərabərdir mənfi 1-ə. Hər tərəfi köşkdə 5-ə böləndə mənfi 1 qaldı. A da bərabərdir 2 üstü mənfi 1, yəni 2-də 1.
Deməli, A 2-də 1 2 aralığından qiymətlər alacaq. Ən kiçik qiymət 2-də 1, ən böyük qiymət 2. 2-də 1 2 aralığı, 0.5 2 aralığı cavab B variantı. Baxaq 35-ci suala. 35-ci sualda baxan kimi burada tənliklər sistemi olduğunu hiss eləmək olur. Baxın, nə edərəm? Sinus alfa çıx sinus beta bərabərdir 2-yə. Kosinus alfa üstə köşdə 2-yə. Kosinus alfa üstə gəl. Kosinus beta isə bərabərdir 1-ə. Bizdən bunu istəyir. Bu nətər yazılır? Bu da yazılır kosinus alfa, kosinus beta çıx sinus alfa, sinus beta formasında. Demək, bizə nə lazımdır? Bunların fərqi var, cəmi var, hasilləri lazımdır. Baxın, hasilə çıxıb getmək üçün biz bunlardan nə edərik? Götürüb kvadrata yüksəldərik. Sistem formasında kvadrata yüksəldirəm hər ikisini. Kvadrata yüksəltsəm, yuxarı hissədə sinus kvadratı alfa. Sinus kvadratı alfa çıx 2 sinus alfa. Sinus beta. Sağ tərəfdən davam edirəm. Üstəyə sinus kvadratı beta bərabər köşdə 2-nin kvadratı 2. Sonra kosinus kvadratı alfa. Çıx 2 kosinus alfa. Bağışlayın, üstə gəl. Burada plusdur. Plusda düstur, plus olur. 2 kosinus alfa vur kosinus beta. Üstə gəl, kosinus kvadratı beta bərabərdir. Bu da neçəyə? Bu da 1-ə. 1-in kvadratı da. Bura baxın, 1-in kvadratı 1 verir. Alt-alta topladım bu hissəni. Toplayanda görək nə olur? Sinus kvadratı, kosinus kvadratı. Bu hissə bizə nə verəcək? 1. Bu hissəni belə yazıram. Plus 2 kosinus alfa, kosinus beta. Çıx 2 sinus alfa, sinus beta. Üstə gəl. Bu hissə bizə yenə nə verəcək? 1. Sinus kvadratı beta, kosinus kvadratı beta 1. Bərabər 2 üstəgəl 1 elədi 3. Elə istəyirsiniz 2 üstəgəl 1 yazım və belə deyim. Bunu bundan aparım. 1 üstəgəl 1 2 verir. Ataram sağ tərəfə 2-lər gedər, qalar 1. Nə oldu? 2 vurulsun kosinus alfa, kosinus beta. Çıx sinus alfa, sinus beta bərabərdir 1-ə. Bu hissə bizə verdi 2 kosinus alfa plus beta düsturun. Bərabərdir 1-ə. Kosinus alfa üstəgəl beta bərabərdir 2-də 1-ə, yəni 0.5-ə. Cavab 0.5. Keçək növbəti 36-cı suala. İfadəsini hasil şəklində göstərin. Sadə hasilin cəmə sualıdır. 3 vurulsun kosinus 4 alfa üstəgəl kosinus 2 alfa bərabərdir. Düstur nətər idi? 3 vur 2 kosinus alfa üstəgəl kosinus beta. Demişdik kosinusun cəmində elə cos idi. Kosinus alfa plus beta bölü 2 vur kosinus alfa minus beta bölü 2 bərabərdir. 3 2 6, 4 2 toplayanda 6 bölü 2 3. Kosinus 3 alfa vur 4 çıx 2 2 2 bölü 2 elədi bir dənə alfa. Kosinus alfa 6 kosinus 3 alfa kosinus alfa. Cavab B variantı. Keçək 37-ci suala. Tənliyini həll edin. 37-də. Necə həll edək? Çalışın ki, sualları heç vaxt məhsula bölməyin. Yəni, tənliklərdə məhsula bölmə qaydasını qəti istifadə eləməyin. Həll edək bu tənliyi. Onsuz fikir versəz, cavablar 1 yox, bir neçə dənə deyəm. 2 cavab var. Bu həll, bu həll. Ona görə diqqətli olmaq lazımdır. Sinus 4x. Baxıram, bunu ataram sol tərəfə. Sinus 4x də açaram belə. 2 sinus 2x, 4x, 2 vur 2x daxı. 2 vur 2 alfa kimi görür də. 2 sinus 2x, kosinus 2x, çıx köşdə 3, kosinus 2x bərabər 0-a. Ortaq kosinus 2x-i çıxsam, kosinus 2x vurulsun 2 sinus 2x, çıx köşdə 3 bərabər 0-a, ayrı-ayrı da 0-a bərabər eləyərəm. Kosinus 2x bərabərdir 0-a. 2x bərabərdir 0 kosinus nə vaxt alırdı? Pi bölü 2 plus pikada hər tərəfi də 2-yə bölsəm, x bərabərdir pi bölü 4 plus pika bölü 2. Sağ tərəfi həll edək. 2 sinus 2x çıx köşdə 3 bərabər 0-a. Köşdə 3 atıram sağ tərəfə. 2 sinus 2x bərabərdir köşdə 3-ə. Sinus 2x bərabərdir köşdə 3 bölü 2-yə. 2x bərabərdir mənfi 1 üstü k vurulsun arcsinus köşdə 3 bölü 2. Bir baş yazıram pi bölü 6 plus pi k. Hər tərəfi də 2-yə bölsəm x bərabərdir mənfi 1 üstündə k vurulsun pi bölü 12 plus pi k bölü 2.
Deməli, pi bölü 4 üstəgəl pi k bölü 2 və pi bölü 12 üstəgəl pi bölü, bağışlayın, burada pi bölü 3'dür. 60 dərəcə nədir? Pi bölü 3. Bu da pi bölü 6 olacaq. Pi bölü 3'ü də 2'ye bölündə getdik. Bunlar deyil. Pi bölü 4 üstəgəl pi n bölü 2, pi bölü 6 üstəgəl pi k bölü 2. Cavab B variantı. Burada bir diqqətsizlik oldu. Eybi yox. Keçək 37-dən sonra 38-ci suala ifadəni sadələşdirin. Neyin yerəm 38-də? 1 çıx sinüs kvadrat alfa. Onun yerinə birbaşa yazaram nə? 1 çıx sinüs kvadrat alfa nəyə bərabərdir? Bərabərdir 1 üstəgəl kotangens kvadratı alfa çıx 1 vur 1 böl kotangens kvadratı alfa. Birlər gedər, qalar kotangens kvadratı alfa vur 1 böl kotangens kvadratı alfa var da gedər, qalar 1. Cavab A variantı. 38-dən sonra baxaq 39-cu suala. Tənlinin parçasındakı həllərinin cəmini tapın. Getdik. 1 çıx 4 sinus x böl 2 kosinus x. Bunu cəm belə eləyək. Biz ortaq məxrəci üzərində yazım. Bunu vuracağım 1 çıx sinus x-ə. Bunu da vuracağım 2 kosinus x-ə. Getdik. 1 çıx 4 sinus x vurulsun. 1 çıx sinus x. Məxrəc bunların hasilidir. 2 kosinus x 1 çıx sinus x. Üstəgəl 2 kosinus x bərabərdir 5'ə. 2 kosinusun kvadratı x. 2 kosinus kvadratı x bərabərdir. Daha doğrusu 4 kosinus kvadratı x. 2'ni 2'yə vurdum. 4 kosinus kvadratı x bərabərdir 5'ə. Bunu da vurub atsam 1 çıx sinus x. Çıx 4 sinus x'i 1'ə vursam 4 sinus x. Buradan plus 4 sinus kvadratı x plus 4 kosinus kvadratı x bölünsün həmin bu ifadə 2 kosinus x 1 çıx sinus x bərabərdir 5'ə. Deməli 1 mənfi nə verdi? Mənfi 5 sinus x. Buradan da bu hissədən də 4'ü çıxarsam 4 sinus kvadratı kosinus kvadratı bizə verəcək nə? 4 dənə 1, yəni 4 üstəgəl 4 bölünsün 2 kosinus x 1 çıx sinus x bərabərdir 5'ə. Bundan sonra 4 1 5 verər. Bu ikisi bizə 5 verdi. Nə oldu? 5 çıx 5 sinus x. Düzdürmü bu sürət? Sürətdə də 5'i ortaq çıxardaram, sonra 1 çıx sinus x bölünsün 2 vur kosinus x 1 çıx sinus x bərabər 5. Bunlar ixtisar getdi. Qaldı nə? Deməli 5 böl 2 kosinus x bərabərdir 5'ə. Məxrəcinə 1 atıb çarpaz eləsək ya da 5'ləri ixtisar eləsək nə olar? Bu 5'lər getsə qalar nə? 2 kosinus x bərabərdir 1. Kosinus x bərabərdir 2-də 1. Kosinus x bərabərdir 2-də 1. X bərabərdir plus minus arc kosinus 2-də 1 plus 2 pi k. X də bərabərdir plus minus arc kosinus 2-də 1 alır pi böl 6-da. Bucaqla yazıram. 60 dərəcədə üstəgəl 2 pi k, yəni 360 dərəcə. Buradan 0,360 bu k olmalıydı. Nəsə xətamız yoxdur, yox. Tənlinin parçasındakı həllərinin cəmin yazın. X, deməli burada nə edərəm? K-ya bir dəfə 0 deyərəm. K-ya 0 desəm x bərabərdir müsbət 60 plus 60 360'ı 0'a vuranda 0 verir. Sonra k bir də x bərabər mənfi 60, amma mənfi 60'ı götürmərəm. Niyə? O aralığa düşmür. K-ya 1 desəm x bərabərdir 60 üstəgəl. Birinci müsbətin götürdüm. Üstəgəl 360 bərabərdir. Deməli 420 bu aralığa düşmür. Bir də k-ya 1 qoyanda mənfi 60'ın üstünə də 360 gərsəm mənə verər 300. K-nın 1 olanda da 300 dərəcə alır. Bizdən də bu dərəcələrin qiymətlərini, yəni bununla köşklərin cəmini istəyir. 60 üstəgəl 300 bizə nə verəcək? 360. Cavab Y variantı. Cəmi neçə dərəcədə tapdıq? 360. Baxırıq növbəti 40-cı suala uyğunluğu. Bir dəqiqə baxarıq. Baxaq 40-cı suala. 40-da deyir funksiya üçün uyğunluğu müəyyən edin. Nə edərik? Birinci ilə gəlin başlayaq. Birincidə 2 sinus x kosinus x.
Y bərabər sinus 2x kosinus 2x bağışlayın. Hələ burada sinus kosinus yanaşı gördüm. 2-yə vurub 2-yə böləcəm. 2-yə vurub 2-yə bölsəm bizə yuxarı hissə verəcək. Sinus 4x böl 2. Deməli, əsas dövrü var. Qiymətlər çoxluğu əsas dövrü. Qiymətlər çoxluğu necə tapırıq? Aparıb bunun bütöv yerinə -1, 1 qoyuruq. -1 və 1 qoysaq, nə olacaq? -2-də 1 və 2-də 1 cavab. -0.1, 0.5. 1-ə uyğun gəldi C. C-ni sildim. Bir də qaldı nə? Dövrü. Əsas dövrü pi böl 4-dür. Əsas dövrü necə tapırdıq? Dövr bərabər t bərabər 2 pi böl a. X-in əmsalı. 2 pi böl x-in əmsalı neçədir? 4. 2 pi-ni 4-ə böləndə eləyir pi böl 2. Hə, pi böl 4-dürmü dövrü? Xeyr, pi böl 2-dir. Deməli, 1-ə sadəcə C uyğun gəldi. Keçirəm 2-yə. 2-də kosinus deməli, y bərabər kosinus kvadratı 4x çıx sinus kvadratı 4x bərabərdir. Kosinus 2 alfanın düsturu, yəni kosinus 8x. Qiymətlər çoxluğu, ən böyük qiyməti 1, ən kiçik qiyməti -1. -1, 1 aralığı cavab 2-yə D. Və dövrünü tapaq. T bərabər dedik ki, 2 pi böl modul A, diqqətli olun. 2 pi böl modul A, yəni 2 pi böl 8, yəni pi böl 4. Əsas dövrü pi böl 4-dürmü? Bəli. Burada Y uyğun gəldi. Yeni də silək. Qaldı 3-cü. 3 sinus x çıx 1. Buradan bir dəfə -1, 1 qoyarıq. Onlar 3 vur -1 çıx 1. Eləyər -3 çıx 1, yəni -4. Bir dəfə də 1 qoysam 3 vur 1 çıx 1 eləyər 2. Qiymətlər çoxluğu -4, 2 aralığı. -4, 2 aralığı varmı? Var. Burada B uyğun gəldi. Əsas dövrü 2 pi-dirmi? Elə T nəyə bərabərdir? Dedik T bərabər 2 pi böl modulda A. Bunun x-in əmsalı 1-dir. 2 pi böl 1, yəni elə 2 pi eləyər. Əsas dövrdə 2 pi-dir, bəli. A, B-də bura uyğun getdi. Keçək növbəti sualımıza. 41. İntervalındakı köklərinin cəmini tapın. Maraqlı bir suala oxşuyur. Nə edirəm? 4 sinus 2x üstəyə 2 kosinus 4x bərabər 3. Buradan 4 sinus 2x ilə işim yoxdur. Çünki yəni, bunu kosinus 4x-ə çatdıra bilmərəm. Ona görə kosinus 4x-i aşağı sal bunu çatdırmaq istəyirəm. Üstə gəl 2 vurulsun. Demək biz bu düsturu bilirik də yəqin ki. Kosinus 2 alfa nəyə bərabərdir? Kosinus kvadratı alfa çıx sinus kvadratı alfa. Və ya kosinus 2 alfa bərabərdir. Bunu da açanda nə verirdi bizə? 1 çıx 2 sinus kvadratı alfa. Eyni düsturunu açaram. Kosinus 4x yazaram. 2 vur 2x. Bu da bizə nə verəcək? Bizə verəcək 4 vur. 4 sinus 2x nə işim yoxdur. 2 vur 1 çıx 2 sinus kvadratı 2x bərabərdir 3. Bu formada həll edərəm. 4 sinus 2x üstə gəl 2 çıx 4 sinus kvadratı 2x. Bu 3-ü də ataram sol tərəfə. Çıx 3 bərabərdir 0. Buradan da 4 sinus 2x çıx 4 sinus kvadratı 2x. 2 çıx 3 bizə -1 verdi, bərabər 0. -1'ə vuraram, biraz da sərgiyə salaram. 4 sinus kvadratı 2x çıx 4 sinus 2x üstə gəl 1 bərabərdir 0'a. Buradan da düsturdur, hazır düsturdur. Hansı düstur? 2 sinus 2x çıx 1'in kvadratı düsturu bərabərdir 0'a. Bunda 0 olması üçün elə 2 sinus 2x bərabərdir. 2 sinus 2x çıx 1 bərabər 0. Sinus 2x bərabər deməli 2 sinus 2x 1, sinus 2x 2-də 1. Buradan da 2x də bərabərdir. Arc sinus 2-də 1. -1 üstündə k vurulsun. Arc sinus 2-də 1 nə idi? 30 dərəcə. Pi bölü 6 üstə gəl pi k. Buradan da hər tərəfi 2-yə bölsəm x bərabərdir. -1 üstündə k. Elə bunları bucaqla yazıram. Onsuz aralıqda qiymətlər istəyir deyə. Bu da 180 k idi. 32-yə 15 üstə gəl 90 k. K-nın yerinə də qiymətlər qoyub aralığında intervaldakı köklərinin cəmini taparam. K-nın yerinə nə ilə başlayıram? -1 ilə başlamağımın mənası yoxdur. K-nın yerinə 0 qoysam x bərabərdir. -1 üstü
0 vur 15 üstəgəl 90 vur 0, yəni neçə elədi? Mənfi 1 üstü 0 nədir? Müsbət 1 vur 15, o da elədi 15 dərəcə. Qalanın yerinə 1 qoyanda isə x bərabərdir. Deməli, mənfi 1 üstü 1 vur 15 üstəgəl 90 vur 1. Mənfi 1 üstü 1, mənfi 1 vur 15, mənfi 15 üstəgəl 90 bizə verəcək 75. Aralığındakı köklərinin cəmi 15 üstəgəl 75 elədi 90 dərəcə. Cavab B variantı. 41-dən sonra baxaq 42-ci suala. Hansı bərabərsizlik doğrudur? Kosinus pi nədir? Mənfi 1. Mənfi 1 2-də 1-dən böyükdür? Xeyr, səhvdir. Sinus pi nədir? Sinus pi 0. 0 0-dan böyükdürmü? Xeyr, səhvdir. Kosinus pi bölü 4. Kosinus pi bölü 4 nədir? Kosinus 45. 45-də nə olur? Kökdə 2 bölü 2 çıx. Kosinus pi-də nə olur? Mənfi 1. Böyükdür 1. Kökdə 2 bölü 2 plus 1. 1-dən böyükdür, bəli. Yəni 1-in üzərində nəsə gəlsə 1-dən böyük olar. Cavab Y-dir. B-yə də baxaq. 2, sinus pi bölü 6, sinus 30'da 2'də 1 alır. Üstəgəl kosinus pi bölü 4 nədir? Kökdə 2 bölü 2. 1 üstəgəl kökdə 2 bölü 2. 2-dən böyükdürmü? Xeyr. Sinus pi bölü 6, 2'də 1. Üstəgəl sinus pi bölü 4 kökdə 2 bölü 2. 1-dən kiçikdirmi? Xeyr. Niyə? Ortaq məxrəc 1 üstəgəl kökdə 2 bölü 2. 1-dən kiçikdirmi? Xeyr. Bu nəyə bərabərdir? 1 üstəgəl 1 tam. Kökdə 2-nin təqribi 1/6 yazsaq bölü 2. 2/6 bölü 2. Bu da 1-dən böyük olar. D-də səhv oldu. 43. 43'ə baxaq. 43'də bunu sağa atıram. Cavabım hazırdır. Tangens 2x bərabərdir. Sinus kvadratı 2x üstəgəl kosinus kvadratı 2x. Tangens 2x bərabərdir 1. 2x bərabərdir arc. Tangens 1 üstəgəl pika. 2x bərabərdir. Arc tangens 1 nə idi? Pi bölü 4 üstəgəl pika. X də bərabərdir. Pi bölü 8 üstəgəl pika bölü 2. Pi bölü 8 üstəgəl pika bölü 2. Cavab B variantı. 43-dən sonra 44. Funksiyanın ən böyük qiyməti. Ən böyük qiyməti üçün kosinusun yerinə ən böyük qiyməti olan 1 qoyaram. 5 vur 1 çıx 1. Cavab 4. B variantı. 44'dən sonra baxaq 45-ə, tənliyin həll edin. Hazır düsturu verib bilsin. Sinus alfa, kosinus beta. Kosinus alfa, sinus beta. Hansı düsturdur? Sinus alfa çıx beta. Sinus alfa çıx betanın hazır düsturun özü bizim üçün verib. Sinus 2x bərabərdir 2-də 1-ə. 2x bərabərdir. Arc sinus 2-də 1. Yəni mənfi 1 üstündə k vurulsun. Arc sinus 2-də 1-i nə vaxt alırdı? Pi böl 6, yəni 30 dərəcədə. Üstəgəl pika hər tərəfi də 2-yə bölsəm x bərabərdir. Mənfi 1 üstü k vurulsun. Pi böl 12 üstəgəl pika böl 2. Pi böl 12, pika böl 2. Cavab A variantı. 46-cı suala baxaq. Bu sual bayaq yazdıq. Lap əvvəllərdə buna oxşarını yazdıq. Yenə yazaq. Sinus 2 alfa bərabərdir 5'də 1. Kotangens kvadratı 3 pi bölü 4. 3 pi bölü 4 nədir? 3 vur 180 bölü 4, yəni 135. Kotangens kvadratı 135 plus alfa bərabərdir. Demək, buradan nə edərəm? Kotangensin dərəcəsinin aşağı salınması. Kotangens nədir? Kosinus bölü sinus. Düzdürmü? Bu da olacaq 1 üstəgəl kosinus 2 alfa 2 alfa. Baxın, burada 2 bu bizim bütöv alfamızdır. Budur bizim bütöv alfa. Ona görə 1 üstəgəl kosinus 2 vur 135 üstəgəl alfa yazdım. Bu aşağı hissədə bir çıx kosinus 2 vur olsun 135 plus alfa. Bu da bərabərdir. 2'yə vuranda 1 üstəgəl kosinus 270 plus 2 alfa bölünsün. 1 çıx kosinus 270 çıx 2 alfa üstəgəl 2 alfadır yenə bərabərdir. Kosinus 270 plus. 270 plus neçənci rüb idi? 4-cü rüb. 4-cü rübdə kosinus nədir? Müsbət. Müsbət işim yoxdur. 1 üstəgəl kosinusu olduğu kimi 270 plus 2 alfa. Deməli 270'də ad dəyişir, amma müsbət oldu.
270-də ad dəyişdi oldu sinus 2 alfa böl 1 çıx kosinus. Yenə deyirəm 4-cü rübdə kosinus müsbətdir. 270-də də adı dəyişdi oldu. Sinus 2 alfa bərabərdir. 1 üstəgəl sinus 2 alfanın yerinə 5-də 1. 1 çıx sinus 2 alfanın yerinə 5-də 1 yazsam. 1 üstəgəl 5-də 1, 5-də 6. 1 çıx 5-də 1, 5-də 4. 5-lər getsə 6 böl 4, 3 böl 2. Cavab 1/5, 3 böl 2 D variantı. Keçək növbəti 47-ci sual tənliyə həll edin. Bunun da oxşarını yazmışıq. Deməli 1/3-də 4 yazıram. Kosinus x üstəgəl sinus x bərabərdir 2 kosinus x üstəgəl sinus x bərabərdir. Bu ifadəmiz bərabərdir. 1/1 yazıram 3-də 4. Hop bir dənə çarpaz. Çarpaz eləsək 3-ü vuraram bu hissəyə. 3 vur kosinus x. 3 kosinus x üstəgəl 9 sinus x bərabərdir 8 kosinus x üstəgəl 4 sinus x-ə. Sinusu sola, kosinusu sağa ataram. 9 sinus x çıx 4 sinus x bərabərdir 8 kosinus x çıx 3 kosinus x-ə. 5 sinus x bərabər 5 kosinus x-ə. Hər tərəfi 5-ə bölsəm sinus x bərabərdir kosinus x-ə. Hər tərəfi də kosinus x-ə bölsək, tangens x bərabərdir 1-ə. Tangens x 1-i nə vaxt alır? X də bərabərdir arctangens 1, yəni pi böl 4 plus pi k. Pi böl 4 plus pi k cavab C variantı. 47-dən sonra baxaq 48-ci suala. A sinus -178, B isə tangens 195-dir. Getdik. A deməli sinus mənfi nə edir? Qabağa atır. Olur mənfi sinus 178. Sinus 178 ikinci rübdür. İkinci rübdə bu ifadə nədir? İkinci rübdə sinus müsbətdir. Bu hissə müsbətdir. Amma qabağında bir dənə də mənfi var deyə bütöv A nə olur? Mənfi A sıfırdan kiçik. Tangens 195. Tangens 195 üçüncü rübün bucağıdır. Üçüncü rübdə də tangens nədir? Müsbət. 12, 14, 13. 12-də 1, 2-də sinus müsbətdir. 14-də kosinus. 13-də 1, 3-də də tangensinə kotangens. Deməli, üçüncü rübdə tangens müsbətdir. B də sıfırdan böyük. A sıfırdan kiçik. B sıfırdan böyük. Hansı variantdır? A variantı yox, Y variantı. A sıfırdan kiçik, B sıfırdan böyük. Baxırıq 49-a. X-in hansı qiymətlərində ardıcıllığı həndəsi silsiləyə təşkil edir. Getdik. Həndəsi silsilədə bunu uzatmadan yazacağım. Həndəsi silsilədə bizim belə bir qaydamız var. Biz bilirik ki, həndəsi silsilə təşkil etmək üçün B1, B2, B3. B2-nin kvadratı bərabərdir. B1 vur B3. Bunu yazıb tez həll edəcəm. Ortadakı hədd hansıdır bu? Ortadakı həddin kvadratı bərabərdir. Köşdə 2 sinus 2x-in kvadratı bərabərdir. Kosinus 2x vur 3. Vurulsun 3. Demək köşdə 2-in kvadratı 2. Sinus kvadratı 2x. 2 sinus kvadratı 2x bərabərdir 3. Vurulsun kosinus 2x. Buradan da bunu biraz bu tərəfə çəkim. Bunu həll etmək üçün də nə edirəm? Sinus kvadratını kosinusa apararam. Baxın, bura kosinusdur. Yəni, burada boş-boş baxıram. Sinus kvadratın yerinə yazıram. 2 vurulsun 1 çıx kosinus kvadratı 2x. Buradan da bunu da atıram sol tərəfə. Çıx 3 kosinus 2x bərabərdir 0-a. 2 çıx 2 kosinus kvadratı 2x çıx 3 kosinus 2x bərabərdir 0. Hər tərəfi mənfi 1-ə vurub sərgiyə salsam, 2 kosinus kvadratı 2x üstəgəl 3 kosinus 2x çıx 2 bərabər 0-a. Kosinus 2x-ə 1t deyərəm. Onda kosinus 2x-ə 1t desəm, 2t kvadratı üstəgəl 3t çıx 2 bərabərdir 0-a. D bərabərdir. Ortadakının kvadratı çıx 4ac. 2 vur mənfi 2. Bərabər 9. Üstəgəl 16, 25. T1 bərabərdir. Ortadakının əksi plus kök altında diskriminant böl 2 vur A. Mənfi 3 üstəgəl 5 böl 4. Yəni 2-də 1. O birisi kökü isə T1 mənfi 3 çıx 5 böl 4. Mənfi 8 böl 4. Mənfi 2. Kosinus 2x-ə T dediyimə görə kosinus 2x mənfi 2 qiymətini almaz. Ona görə yalnız 2-də 1 qiyməti ilə gedərəm. Kosinus 2x bərabərdir 2-də 1 yazsam. 2x bərabərdir 2-də 1 kosinus nə vaxt? Elə bunu plus minusuna yazım. Arq
Kosinus 2-də 1 plus 2 pi k. Fikir verin. Ancaq kosinus da 2 pi k idi. Kosinus 2-də 1 nə vaxt alırdı? Plus minus 60 dərəcədə, yəni pi bölü 3 plus 2 pi k. Buradan da x də bərabərdir. Plus minus pi bölü 6 plus pi k. Pi bölü 6 plus pi k. Pi bölü plus minus pi bölü 6 plus pi k. Cavab Y variantı. Keçək növbəti sualımıza. 50-ci sual. Funksiyasının qiymətlər çoxluğu bir dəfə sinusun yerinə -1, ən kiçik -1, ən böyükdə 1 qoyuram. Bu da nə olacaq? 9 üstü -1, 9-da 1, 9 üstü 1 də 9, 9-da 1, 9 aralığı. Cavab D variantı. 51-ci sual. Tənliyin həll edin. Kosinusu ataram sağa. Sinus x bərabərdir kosinus x. Hər tərəfi bölürəm kosinus x-ə. Kosinus x-ə bölsək, sol tərəfdə tangens x bərabərdir 1-ə. Buradan da x də bərabərdir. Arktangens 1, yəni pi bölü 4 plus pi k. Cavab C variantı. 52-ci sualda qiymətini tapın. Bunun qiymətini necə taparıq? Deməli, bu hissədə, bu vərəqədə açım. Bu hissədə diqqətlə baxsaq, nə görərik? 6-nı yazaram 3 vur 2, kosinus 25-lə işim yoxdur. Kosinus 65-i də yazaram. Sinus 25. 90-a tamamlananda bunlar eyni qiymət alır daxı. Yazıram 3 vur, 2 vur, 3 vur, 2 vur. Deməli, kosinus 25 vur sinus 25 böl kosinus 40 üstə gəl. Deməli, bu kökün altındadır. Üstə gəl 1 vurulsun 3 vur kökdə 3 sıx 1 bərabərdir. Bu hissə bizə bütöv düstur verəcək. Kök altında 3 vurulsun sinus 2 alfa. Sinus 2 alfamız 25'dir, yəni 50 böl kosinus 40 üstə gəl 1 vur 3 vur kökdə 3 sıx 1 bərabərdir. 3 sinus 50. Sinus 50'nin yerinə də 90'a tamamlayanda nə verir? Kosinus 40. 3 kosinus 40 böl kosinus 40 üstə gəl 1 vur 3 vur kökdə 3 sıx 1 bərabərdir. Bu kosinus 40'lar getdi, qaldı nə? Kökdə 3 üstə 1. Yazıram kökdə 3 minus 1. Bu 3'ü də qoyuram qabağa. Bərabərdir 3 vur olsun. Kökdə 3 sıx 1, kökdə 3 plus 1. Nə verəcək? Kökdə 3'ün kvadratı. Sıx 1'in kvadratı. 3 vur 2, 6. Cavab elədi 6. Keçək 52'dən sonra 53-cü sualımıza. Tənliyini həll edin. 2 kosinus x plus 10 çıx sinus 100 plus x bərabərdir 0'a. Bunu necə həll edərəm? 2 vurulsun kosinus x plus 10 çıx sinus 90 plus 10 plus x bərabərdir 0. 2 vurulsun kosinus x plus 10'dan işim yoxdur. Çıx sinus 90 plus. 90 plusdur deyə, deməli 90 plusdur deyə olur ikinci rüb. İkinci rübdə sinus müsbətdir. 90'ı ataram, adı da dəyişər, 90'da adı dəyişər, olar kosinus x plus 10 bərabər 0. 2 dənəsindən bir dənəsini çıxsam mənə verər kosinus x plus 10 bərabərdir 0'a. X plus 10 da bərabərdir. Deməli, kosinus 0 nə vaxt alırdı? Pi böl 2, yəni 90 dərəcə üstə gəl, pi k 180 k. Hər tərəfdən də 10, yəni bu 10'u ataram sağ tərəfə, x də bərabər 90 çıx 10, 80 dərəcə üstə gəl, 180 k. 80 üstə 180 k. Cavab Y variantı. 53'dən sonra baxaq 54-cü sonuncu sualımıza. 54'də nə deyir? Deyir ki, y bərabərdir 3 sinus x çıx 2 kosinus x funksiyasını ala biləcək natural qiymətlərin cəmi. Yenə baxıram bu hansı düsturdur? Kök altında düstur. Kök altında a kvadratı üstə b kvadratı. Əbq əkq üçün. Buradan 3'ün kvadratı üstə gəl mənfi 2'nin kvadratı kök altında bizə nə verəcək? 9 üstə gəl 4, 13. Kökdə 13 və mənfi kökdə 13 aralığından qiymətlər alacaqlar. Bu aralıqdan
natural qiymətlər deyir. Natural qiymətlər deyirsə, mən bir dənə buna təqribi baxaram neçədir? Təqribi kökdə 13, 3,4 eləyər. Yəni 4-dən kiçik, kökdə 16-dan kiçikdir. O 3,4-ə qədər o aralıqda olan natural ədədlər 0 yox, 1, 2, 3. 0-dan sonra gələn natural 1, 2, 3. Bunların cəmini istəyir. 1 üstəgəl 2 üstəgəl 3 cavab 6. B variantı. Trigonometriya mövzusundan imtahana düşmüş suallardan da bu qədər. Fikir versəz, çoxlu burada da təkrar suallar var. Özdə son illər əvvəlkilərin təkrarı idi. Buna görə də çalışın ki, yəni maksimum şəkildə bu suallardan faydalanın. Bunları işləyə bilərsiniz. Düzdür, lap köhnə qəbulları da işləsəz sizə faydalı olar. İmtahanda hamınıza uğurlar. Sağ olun, salamat qalın. Videonu bəyənib kanala abunə olmağı unutmayın.